Örtülü toxumlular şöbəsi. Örtülü toxumlu bitkilər özü iki yerə ayrılır. Birləpəlilər sinifinə və ikiləpəlilər sinifinə. Deməli, şöbə özü siniflərə bölünür. Birləpəli və ikiləpəlilər. Örtülü toxumların 300 minə yaxın növü var. Xüsusi çoxalma orqanında, yəni ilk dəfə bunlarda çiçək əmələ gəlib, örtülü toxumlarda meyvə əmələ gəldi. Biz dedik ki, toxum əmələ gəldi Paleozoy erasının Devon dövründə. Çılpaq toxumlarda tozlanma ilk dəfə çılpaq toxumlarda əmələ gəldi. Amma çiçəkdir, meyvədir, bunlar iki qat mayalanma əmələ gəldi Mezozoy erasının təbaşir dövründə. Örtülü toxumlu sözünün mənası o deməkdir ki, bunlarda ilk dəfə yumurtalıq əmələ gəldi. Yumurtacıq var idi çılpaq toxumlu bitkilərdə. Amma yumurtalığın özünün əmələ gəlməsi Mezozoy erasının təbaşir dövrünə, yəni örtülü toxumlularda əmələ gəlib. Örtülü toxumlunun mənası o deməkdir ki, yumurtacığın üzəri örtülüdür. Yəni toxumun üzəri örtülüdür. Çılpaq toxumlularda toxumun üzəri çılpaq olduğuna görə deyirik çılpaq toxumlu. Örtülü toxumlularda yumurtalığın üzəri meyvə yanlığı ilə örtülü olduğuna görə biz bunları deyirik örtülü toxumlu. Ağac, kol və ot bitkilərinə bölünür. Nümayəndələrindən demək olar ki, hamısının örtülü toxumların yumurtacığın daxilindədir, yumurtalığın daxilindədir yumurtacıq. Və dişiciyi yumurtalığından meyvə, mayalanma getmiş yumurtacığından isə toxum əmələ gəlir. Deməli, yumurtalıqdan meyvə, yumurtacıqdan isə toxum əmələ gəlir. İkiləpəlilər və birləpəlilər sinifinə qeyd etdiyim kimi ayrılır. İkiləpəlilər sinifinin xüsusiyyətləri odur ki, ləpə yarpaqları ikidir. Bunların rejimində iki ləpə yarpağı var, sonra mil kök sistemi olur adətən. Lakin istisnamız bir dənə bağa yarpağı idi ki, bağa yarpağında iki ləpəli olsa belə saçaqlı kök sisteminə malik idi. Sonra bunların əksəriyyətinin yarpaqlarında torvari damarlanmadı. Yenə də bağa yarpağı burada istisnadır. Çünki bağa yarpağının həm kök sisteminə görə istisnadır, saçaqlı kök sistemidir. İki ləpəli olsa belə. Həm də yarpağı istisnalıq təşkil edir ki, onda paralel damarlanmadı, gövsvari damarlanmadı. Gövsvari və saçaqlı kök sisteminə malikdir. Deyir ki, əksəriyyətində gövdə kombinin hesabına eninə böyüyür. Bu nə deməkdir? Yəni, ikiləpələrə aid olan ağac bitkiləridir ki, ağacların da oduncaq hissəsində, oduncaqla qabıq arasında kambi qatı var. Kambi ağacı eninə böyüməsini təmin eləyir. Çiçəklərində kəsə yarpağının, ləçəklərinin və erkəkçiklərin sayı adətən 4 və 5 üzvlü olur. Məsələn, xaççiçəklər fəsiləsini indi birazdan deyəcəm. Xaççiçəklərdə 4 ləçək yarpağı var, 4 kəsə yarpağı var. Badımcan çiçəklərdə 5 ləçək yarpağı var, 5 kəsə yarpağı var. Yəni, bunlarda 4-5 üzvlü olur. Amma birləpəlilərdə 3-4 üzvlü olur hardasa. Misal üçün, çiçək yanlığı elementləri biz zambaq kimlərdə deyəcəyik ki, çiçək yanlığı onlarda yoxdur. Nə kəsacıq, nə ləçək yoxdur. Sadəcə demişdik ki, yarpaqcıqlardan ibarət idi. Bunun 3-ü daxilə doğruydu, 3-ü xaricə doğru. Görsən, 3 üzvlüdür. Məsələn, burada sonra ikiləpəllər sinifindən düstur verib. K5, L5, Y sonsuz, D1. Burada K bilirik ki, kəsə yarpaqlarını göstərir. L ləçək yarpaqlarını, Y erkəkcik, D isə dişiciyi göstərir. Əgər çiçəyin möhtərizənin içərisində yazılıbsa struktur elementləri, bu deməkdir ki, bunlar bitişikdir. Bax, məsələn, burada göstərirsə möhtərizənin içərisində, bu deməkdir ki, həmin elementlər bitişikdir. Amma yox, möhtərizəsiz yazırsa, bunlar sərbəstdir. Və yaxud 12-dən çoxdursa, erkəkcik və ya dişiciyin sayı, onda sonsuzluq işarəsi ilə göstərir, əgər 12-dən çox olarsa. İndi burada biz birinci nümayəndəsi xaççiçəkləri keçirik. Xaççiçəklərin nümayəndəsinin biri kələmdir, vəzəridir, quş əpbəyidir. Bax, bunlar xaççiçəklərin nümayəndəsidir. Burada belə bir məlumat yazıb ki, Avropaya qırmızı turpun gətirilməsi İtalyan səyyahı Marco Polo'nun adı ilə bağlıdır. Deməli, xaççiçəklər fəsiləsindən olan turpu Avropaya gətirən Marco Polo olmuşdur.
O bu bitkinin toxumlarını Çinə səyahətdən qayıdan zaman 13-cü əsrin sonunda özü ilə gətirmişdi. Biz seleksiyanı keçəndə deyəcək ki, turpun vətəni həm Aralıq dənizdir, bir də turpun vətəni Şərqi Asiyadır. Deməli, ağ turpun vətəni olacaq Aralıq dəniz sahilləri, qırmızı turpun vətəni isə olacaq Şərqi Asiya. Bunu da hansı məlumatdan öyrənirik? Çünki 11-ci sinifdə belə bir məlumat qeyd olunmayıb. Sadəcə bu hissədə 7-ci sinif dərsliyində bax görsən yazıb ki, qırmızı turpun gətirilməsi. Deməli, qırmızı turpun gətirilməsi Şərqi Asiyadan Avropaya gətirilib qırmızı turp. Ağ turp isə Aralıq dənizində. Yəni bu hissələrə diqqət yetirməliyik. Sonra xaççiçəklər fəsiləsinin 3000-ə yaxın növü var. Əksəriyyəti ot bitkisidir. Bəzilərində əsas kök yoğunlaşaraq meyvə kök əmələ gətirir. Meyvə kök biz keçmişdik. Hansı bitkidə var idi meyvə kök? Şalğam idi. Sonra turpuydu, meyvə kök əmələ gətirən. Bax, onlarda meyvə kökləri idi. Yarpaqları gövdə üzərində növbəli düzülür. Çiçəklərinin əksər hallarda sadə salxım çiçək qrupunda toplanır. Bunu yəni əzbər öyrənirik. Çiçəkləri sadə salxım çiçək qrupunda toplanır. Çiçəyin kəsə yarpaqları və ləçəkləri 4 ədəddir. Deməli, 4 dənə kəsə yarpağı var. K4, L4, Y6-dır. Bunun 4-ü uzun, 2-si qısadır. Və D1-dir. 4 üstə gəl. 2, D1-dir. Bunlarda bitişik elementlər yoxdur. Görürsün, hamısını mötərizəsiz yazdıq. Deməli, bitişik deyirlər. Və kəsə yarpağı da var. Sadə salxım çiçək qrupunda toplanıb. Deməli, sadə salxım nə idi? Bir dənə əsas oxu idi. Onun hər birinə bir dənə çiçək birləşirdi. Ümumi çiçək oxunu hesablayanda bir dənə çiçək əsas oxu hesablayırıq. Digərdə hər bir çiçəyin öz saplağı, qısa saplaqları əsas oxa birləşirdi. Belə. Sonra ətirli və nektarlı çiçəkləri həşəratla tozlanır. Meyvəsi əksərən buynuz meyvə və buynuzcuqdur. Bəzən bunlarda fındıqcıq meyvə də olur. Mədəni və yabanı nümayəndələri. Mədəni nümayəndələri ağbaş kələm, gül kələm, kalarabi kələmi, Brüssel kələmi. Yəni ki, kələmin o yabani nümayəndələrindən törəyib insanlar ki, sortlar alıblar, kələm sortları. Bunlar mədəni nümayəndələridir. Vəzəridir, turpdur və s. Yabani nümayəndələrinə yabani kələm. Bax, vəzəri mədəni nümayəndədir. Vəzərək vəhşi deyirəm. Vəzərək yabanı nümayəndədir. Xardal mədənidir. Çöl xardalı yabanıdır. Quduz otu, sarılıq otu, quş əpbəyi, yabanı ağturp. Bax, bunlar yabanı nümayəndələrdir. Sarılıq otu, quş əpbəyi, yabanı ağturp nümayəndələri. Bunları göstərmək olar. Xaççiçəklərin əhəmiyyəti. Xaççiçəklərin bir çox mədəni nümayəndələrində, məsələn, ağbaş kələmdə, gül kələmində, vəzəri, turp və s. qida kimi istifadə olunur. Bir sıra nümayəndələrində müalicə məqsədi ilə istifadə olunur və quş əppəyinin yarpaqları C vitamini ilə zəngindir və qan kəsici maddə. Deməli, yarpaqlarında C vitamini ilə zəngin oldu, qan kəsici xüsusiyyətə malikdir. Arx turpdan tənəffüs yollarının müalicəsində istifadə olunur. Bu fəsiləyə aid olan şəbbu gülünü isə gözəl görkəm və qoxusuna görə bəzək bitkisi kimi becərilir. Şəbbu gülü, deməli, şəbbu gülü bəzək bitkisidir. Yabanı nümayəndələri bunun oldu. Vəzərək, yabanı kələm, yabanı turp, sonra çöl xardalı, quduz otu, sarılıq otu, quş əpbəyi. Bunlar yabanı oldu. Mədəni nümayəndələri kələmin sortları, sonra turp, vəzəri bunlar oldu. Dekorativ nümayəndəsi isə bəzək bitkisi kimi şəbbu gülü istifadə olundu. Gülçiçəklər fəsiləsi. Bu fəsiləndə 3000-ə qədər növü var. Xaççiçəklərin nümayəndələri ot şəkillidir, amma gülçiçəklər fəsiləsində ağac, ot və kol şəkilli nümayəndələri var. Çünki meyvə bitkilərinin çoxsu gülçiçəklərə aiddir. Yarpaqları sadə və mürəkkəb olur. Çiçəyinin quruluşu
Tək və ya qruplarda toplanır. Tək məsəl üçün olanlara burada heyvan aid eləyə bilərik, sonra çiçək şaftalını aid edə bilərik, ərik. Bunlar tək çiçəklər əmələ gətirirdi, qrup şəklində deyildi. Amma çiçək qrupları əmələ gətirirdi. Alma, sadə çətir, armud, qalxan çiçək qrupu. Bunlar gilas, bunlar çiçək qrupları əmələ gətirir. Çiçəklərində də deməli çiçəklərində bunun K5-dir. K5, L5, D sonsuz, Y sonsuz. 3 cür bunların düsturu var. İndi deyəcəm hansılarda nə formadadır. Deməli, sonra 3000-ə qədər dedik növü var. Ağac, kol və ot şəkilli nümayəndələri var. 5 üzvlüdür çiçəkləri, ləçəkləri müxtəlif rənglidir, erkəkçikləri çoxdur. Alma, gilas, albalı kimi bitkilərin çiçəyində adətən bir. İt burnuda, deməli, bax, buradan belə bir nəticəyə çıxdıq ki, almada, gilasda, albalı kimi bitkilərin çiçəyində bir dənə dişicik oldu. İt burnu ilə çiyələkdə çoxlu dişicik var. Deməli, bunların bəzi nümayəndələrində, buradan qeyd eləyək. Hansı ki, K5, L5, Y sonsuz, D1. Bu albalıya, gilasa və almaya aiddir. Amma itburnu və çiyələkdə K5, L5, Y sonsuz, D sonsuzdur. Bir də yadımızda saxlayaq, çiyələkdə yalançı meyvədir. Və bunlar əksəriyyəti həşəratla tozlanır, buna görə də nektarlıqları var. Meyvələri gülçəklərdə çəyirdək meyvə, fındıqca meyvə, meyvə tipləri olur. Bir də yalançı meyvə tipləri olur ki, yalançı meyvədə də əmələ gəlməsində yumurtalıqla bərabər çiçəyin yatağı da iştirak eləyirdi. Çiçək yatağı iştirak edən bitkilərə də çiyələkdir, bunlara aiddir, almadır, heyvadır, əzgildir, bu armuddur. Bu bitkilərdə yalançı meyvə adlanır. Mədəni və yabanı nümayəndələri. Meyvə ağaclarının bir çoxu gül çiçəklərə aiddir. Bayaq qeyd etdiyim kimi, qızıl gül və dovşan alması. Bax, qızıl gül və dovşan alması bəzək bitkisi kimi becərilir. Yabanı nümayəndələri ot bitkilərindən olan şirpəncəsi, qaytarma, çınqılotu, quşqonmaz aiddir. Və bir də bunlarda çiçək qrupu təşkil edən K4, L4, Y sonsuz, D sonsuz da aiddir. Dikduran qaytarmada var. Bu da olar, dikduran qaytarma da gül çiçəklərə aiddir və onun çiçək dosturu ayrıdır. Bu iki fəsilə haqqında bu qədər. Burada da gül çiçəklərdən albalının çiçəklərini verib. Deməli, albalıda dişicik bir dənədir. İt burnuda amma bax verib K5, L5, Y sonsuz, D sonsuz. Yəni sonsuz saydadır. İt burnunun meyvəsində də çoxlu fındıq şəkilli meyvələri var. O cot tüklərlə örtülüdür üstü. İçərisində çoxlu xırda toxumları var. Bax, o fındıqcıq meyvə adlanır. Quş həbbəyində də buynuzcuq meyvədir. Paxlalılar və badımcan çiçəklər fəsiləsi. Deməli, bu bitkilərin ikisi də çox önəmli bitkilərdir. Badımcan çiçəklər fəsiləsinin nümayəndəsi olan kartofu gövdə yumurlarına görə istifadə edirik biz və ona görə də bu kartofu ikinci çörək adlandırırıq. Tərkibində karbohidrat çoxdur. Amma paxlalılar fəsiləsinin nümayəndələrində tərkibində azot olduğuna görə, yəni zülalla daha zəngindir bu fəsilənin nümayəndələrində. Birinci gəlib paxlalılardan başlayaq. Paxlalılar və kəpənək çiçəklilər fəsiləsi.
Bax, biri var deyirik paxlalılar və ya kəpənək çiçəklilər fəsiləsi. Əgər kəpənək çiçəklər fəsiləsi deyiriksə, bu paxlalılara aiddir. Bir də var ki, kəpənək çiçək özü hansı fəsiləyə aiddir? Kəpənək çiçək isə mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Deməli, kəpənək çiçək mürəkkəb çiçəklərə aiddir. Amma kəpənək çiçəklər fəsiləsi dedikdə paxlalılar nəzərdə tuturuq. Fəsiləyə 17 minə qədər növ daxildir. Birinci yerdə mürəkkəb çiçəklər fəsiləsidir ki, 25 min növü var. İkinci yerdə isə paxlalılardır ki, geniş yayılıb 17 minə qədər növü var. Bunların əksəriyyəti ot bitkisi var, kol bitkisi var, ağac bitkiləri də var bunların nümayəndələri arasında. Meyvələri paxla meyvədir. Çiçək qrupları başçıq, sadə salxım, tək-tək də yerləşə bilər bunların çiçəkləri. Kökləri bəzi bakteriyalarla kök yumrucuqları yaradır. Bu yumrucuqlar atmosfer azotunu mənimsəyir, bakteriyalar verir bitkiyə. Buna görə də bunlar simbiyoz həyat yaşayırlar bəzi bakteriyalarla və tərkiblərində azot daha çox olduğuna görə zülalla zəngin olurlar paxlalı bitkilərin. Kasacığı var, ləçək yarpağı var, erkəkciyi və dişiciyi var. Bunların kasacığı 5 bitişik kasa yarpağından ibarətdir. Düstura baxsaq, 5 bitişik kasa yarpağı, 3 ləçək yarpaqları 5-dir. Bunların 3-ü sərbəst, ikisi isə birləşikdir. Deməli, bu 3 dənə yarpaqdan, bir ləçəkdən biri daha böyükdür. Tək olanı yelkən adlanır. 2 dənəsi sərbəstdir. Bunlar adlanır avar. İkisi isə birləşib, ikisinin birləşməsindən bir qayıqcıq əmələ gəlib. Misal üçün, bizə deyər ki, 5 qayıqcığı olan paxlalıların neçə çiçəyi var? Əgər 5 qayıqcıq varsa, deməli 5 dənə də çiçək var. Hər çiçəkdə bir dənə qayıqcıq olur. Amma bir qayıqcığın özü 2 ləçəyin birləşməsindən təşkil olunub. Belə düşünək də, elə bil ki, bu bir ləçəkdir, bu da bir ləçəkdir. Birləşib qayıqcıq əmələ gətirib. Bir dənəsi burada avardır, bir dənəsi də burada avardır. 2 avarı. Biri də ki, böyük yelkəndir. Və qayıqcığın daxilində bu hissəsində erkəkcik saplaqları var və onların 9-u birləşib erkəkcik saplaqlarının biri isə sərbəstdir. Ona görə biz onun çiçək düsturunda deyirik ki, K5, L3 üstəgəl 2, Y9 üstəgəl 1, D1. Dişici isə bir dənədir. İndi bizdən məsəl üçün nə soruşa bilər? Deyər ki, bitişik çiçək elementləri. Bitişik çiçək elementləri deyəndə burada bitişik hansılardır? K5, 5 dənəsi bitişikdir. Sonra üzərinə gəlirik, bitişik 2 dənəsi ləçəklərin bitişikdir. Üstə gəlirik 9-u. 9 dənə də erkəkçik. Deməli, bitişik elementləri, çiçək elementləri oldu. 7 üstə gəl 9, 16. Bu paxlalılar fəsiləsidir. Və yaxud deyək ki, bitişik çiçək yanlığı. Bitişik çiçək yanlığı deyəndə biz çiçək yanlığından kəsə yarpağı və ləçəkləri nəzərdə tuturuq. Onda 5 üstə gəl 5 kəsə yarpağı, 2 ləçək yarpağı bitişikdir. Onlar 7. Biri var ki, dedim ki, bitişik çiçək elementləri. Onda çiçəyin düsturunda olan bütün bitişik hissələri toplayırıq. Eləyir 16. Biri də var ki, deyirik ki, bitişik çiçək yanlığı, onda 7 olur. Yəni, kasacıq və ləçək. Sonra bunlarda dedik ki, çiçəkləri tək-tək, başçıq və sadə salxım çiçək qrupunda toplanır. Mədəni nümayəndələri noxuddur, lobyadır, yer fındığıdır, soya, mərci, paxla, yəni məişətdə istifadə edədiyimiz bitkilər. Yabani nümayəndələri 3 yarpaq yonca, ballı yonca, sonra dəvə tikanı bura aiddir. Var dəvə dabanı, var dəvə tikanı. Dəvə tikanı paxlalılara aiddir. Dəvə dabanı isə mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Dekorativ nümayəndələri isə bunların
Lənkəran akaysiyasıdır, ağ akasiyadır. Sonra nümayəndələrindən biri də ki, fəsilənin bütün nümayəndələrinin meyvəsi paxla meyvədir və burada bir həşəratla çarpaz tozlanan bəzi növləri var. Noxud, yonca və akasiya. Buna diqqət eləyirik. Yonca və akasiya həşəratla çarpaz tozlanır. Noxud, lobiya, acı paxla isə öz-özünə tozlanır. Bunu biz tozlanmanı da keçəndə qeyd eləmişdik ki, noxud, lobiya, acı paxla bunlar öz-özünə tozlanırdı. Yonca və akasiya isə həm də bal verən bitkilərdir. Ona görə bunlardan həşəratla tozlanırlar, ətirli olduqlarına görə. Sonra mədəni nümayəndələrini dedik. Gəlirik badımcan çiçəklər fəsiləsinə. Badımcan çiçəklər fəsiləsində nümayəndələrin düsturu, bunların belədir, 2,5 min növü var. Digər fəsilələrdən azdır növ sayına görə. Əksəriyyəti ot və ya kol şəkillidir. Yəni bunların ağac kəkili nümayəndələri yoxdur. Gövdə və yarpaqları adətən spesifik qoxuya malik maddə ifraz edən vəzli tükçüklərlə örtülüdür. Yəni bu digər fəsilələrdə eşitmədik biz. Ona görə bu cümlənin altından bir xətt çəkirik. Yadda saxlayaq. Spesifik qoxuya malik vəzli tükçüklü hüceyrələr var. Bu badımcan çiçəklərə aiddir. Sonra çiçəkləri təkdə yerləşə bilər. Bəzən isə salxım və süpürgə çiçək qrupunda toplanır. Süpürgə çiçək qrupuna da aiddir. Süpürgəyə aiddir tütün. Bu süpürgə çiçək qrupuna aiddir. Qrupuna toplanır. Çiçəkdə kasacıq 5 bitişik kasa yarpağı. Bax bunun da kasa yarpağı görürsün. Bitişik. 5 bitişik ləçək yarpağı, 5 erkəkcik və 1 dişicikdən ibarətdir. Məsəl üçün, burada da deyə bilər ki, bitişik çiçək elementləri, onda bitişik çiçək elementləri 5 kasa, 5 ləçək, 5 erkəkcik birlikdə 15 edir. Amma desə ki, çiçək yanlığı bitişik onda 10 ləçəklə kasa yarpaqlarına. Və bunlarda əksəriyyəti dedik ki, ot kol bitkiləridir. Bir çox nümayəndələri də zəhərlidir. Məsələn, bat-batdır, dəlibəngdir, xanım otudur. Bunlar yabani nümayəndələridir, həm də bunların zəhərlidir. Erkəkcikləri 5, dişicikləri 1 ədəd olur dedik və bunlara aid xüsusiyyətlərdən biri də erkəkciklərin sapı ləçəklərə bitişib. Erkəkciklərin sapı ləçəklərə bitişib. Öz-özünə və həşəratla tozlanan nümayəndələri var. Kartof, badımcan və bibərin meyvəsi gilə meyvədir. Pomidor, badımcan bunlar gilə meyvədir. Kartofun da meyvəsi, əsl meyvəsi gilə meyvədir. Biz onun yediyimiz hissəsi gövdə yumrusudur, meyvəsi deyil. Tütün, tənbəki, petunia, batatda isə qutucuq meyvədir. Deməli, fəsilənin nümayəndələrində həm qutucuq meyvə oldu, həm də gilə meyvə oldu. Sonra mədəni və yabani nümayəndələri də kartof, pomidor, badımcan, hansı ki istifadə elədiyimiz qida məhsullar var ki, onları yadda saxlayaq ki, bunlar mədəni nümayəndələridir. Amma o yabani şəkildə bitən nümayəndələri zəhərli nümayəndələr ki, çəkdik, xanam otudur, quş üzümüdür, batatdır, dəlibəngdir. Bax, bunlar yabani nümayəndələridir. Bəzən deyir, bunların köklərində alkaloidlər də toplanır. Bu da insan və heyvanlarda güclü zəhərlənmələr törədir. Alkaloidlərdən dərman maddələrinin alınmasında istifadə olunur. Deməli, alkaloidlərə biz hansı fəsilədə rast gəldik? Badımcan çiçəklərdə. Sonra spesifik qoxuya malik maddə ifraz edən vəzli tükçüklər bunlarda rast gəldi. Sonra ağac nümayəndəsi yox idi bunların. Ot və kol şəkilli nümayəndəsi var idi. Həm kasa yarpaqları, həm ləçək yarpaqları, həm erkəkcikləri bitişik idi bunların. Həm erkəkciklərin saplaqları birləşirdi ləçəklərə. İndi biz məsəl üçün mürəkkəb çiçəklər fəsiləsində deyəcəyik ki, tozluq erkəkciyin tozluqları birləşib sütuncuğu əhatə eləyir. Bu onlara xas xüsusiyyətdir. Amma badımcan çiçəklərə xas xüsusiyyət odur ki, erkəkciklərin saplaqları ləçəklərə birləşib. Bax, bu hissəyə fikir versən, görərik ki, erkəkciyin saplaqlarıdır. Bax, bu hissə, bu tozluğudur. Bu da saplaqlardır. Bu saplaqlar ləçəklərə birləşib.
belə ləçəklərə birləşir. Baxın, baba, bu hissə. İndi keçək növbəti fəsiləmiz olan mürəkkəb çiçəklərə. Bu da iki ləpəllər sinifinə aiddir, mürəkkəb çiçəklərin özü də. Və ən çox növ sayına görə birinci yerdə duran elə budur. Mürəkkəb çiçəklər fəsiləsidir. Bunlarda kəsə yarpağı olmur, amma deyə bilmərik ki, heç birində kəsə yarpağı yoxdur. Bu da səhv fikir olar. Çünki onların deyir bəzi nümayəndələrində kəsə yarpaqları birləşib kəkil əmələ gətirib səbət çiçək qrupunun altında. Və meyvələri bunların hamısında toxumca meyvədir. Çiçək qrupu isə səbət çiçək qrupunda toplanır. Bax, məsələn, burada şəkili verib zəncirotu, görsən, çoban yastığı, sonra ərik heçgül çiçəklərə aiddir. Tütün, məsələn, aiddir badımcan çiçəklərə. Astradır, dəvədabanadır, zəncirotudur, çoban yastığıdır. Bunlar mürəkkəb çiçəklərə aiddir. Meyvə tipi dedik, soxumca meyvədir, səbət çiçək qrupudur və 25.000 növü var. Bunların çiçək düsturu KB0, L5 bitişikdir, Y5, D1'dir. Bir də bunların xas xüsusiyyəti odur ki, bunların bütün çiçəklərindən meyvə əmələ gəlməyə bilər. Çünki adi bir günəbaxanı götürsək, biz günəbaxanın mərkəzində yerləşir əsl çiçəkləri olan boru çiçəkləri. Boru şəkilli çiçəklərin həm erkəkciyi var, həm dişiciyi, həm ləçəkləri var. Və onların meyvə həmin o boru şəkilli çiçəklərdə əmələ gəlir. Amma kənarında, o səbətin kənarında olan rəngli çiçəklər isə ləçək kimi bizim gözümüzə görünən, onlar özü də bir çiçəkdir. Amma biz onları sadəcə ləçək kimi görürük. Çünki həmin çiçəklərin nə erkəkciyi var, nə dişiciyi var. Onlarda tozlanma getmir, mayalanma getmir. Sadəcə onların vəzifəsi kənardan həşəratı cəlb eləməkdən ötürüdür. Çünki biz keçəndə tozlanmanı dedik ki, həşəratla tozlanan bitkilərin əksəriyyətində çiçəklər əlvan rəngli olur və yaxud çiçək qrupları əmələ gətirir ki, uzaqdan seçə bilsin həşərat onun rənginə görə. Günəbaxanın da çiçəklərinin mərkəzində əsl çiçəkləri boru şəkillidir və onlarda meyvə əmələ gəlir. Amma bu həşərat bu kiçik çiçəkləri necə görə bilsin? Ona görə də bu bir uyğunlaşmadır ki, onun çiçəyinin kənarında dilcik şəkilli, yalancı dilcik şəkilli çiçəkləri var ki, bunlarda mayalanma və tozlanma getmir. Sırf həşəratı özünə cəlb etməkdən ötürüdür. Burada da yazıb ki, günəbaxanın səbətində 1000-ə yaxın boru şəkilli və yalancı dilcik şəkilli çiçəkləri olur. Bunu mütləq əzbər yadımızda saxlayaq ki, günəbaxanda iki cür çiçəkdir. Yalnız boru şəkillərdə mayalanma gedir, toxum əmələ gəlir, amma ləçək kənardan görünən o dilcik şəkilli çiçəklərdə mayalanma və tozlanma getmir. Çünki erkəkciyi və dişiciyi yoxdur. Bax, o həmin çiçəyin düsturu belədir. Dilcik şəkillinin. Biz yazsaq onun üçün düstur K0'dır, L5'dir, 5. sıfırdır. Y sıfırdır, D sıfırdır. Yəni onun sadəcə 5 ləçəyi var. O bir dənə ləçək kimi görünən əslində 5 bitişmiş ləçəyin əmələ gəlib. Amma nə dişiciyi, nə kasa yarpağı, nə də erkəkciyi var. Bu belə. Sonra göyçiçək var ki, göyçiçəyin səbətində boru şəkillidir, günəbaxan kimi, amma kənarında yalancı qıf şəkillidir. Bax, bu çiçək yalancı qıf şəkilli çiçəkdir. Bunun nə kəsə yarpağı var, nə erkəkciyi var, nə dişiciyi var. Eyni ilə o günəbaxanın dilcik şəkilli çiçəyi kimidir. Bunun yalnız 5 bitişik ləçəkdən ibarət qıf şəkilli çiçəyi vardır. Mərkəzində isə boru şəkilli çiçəklərdir. Sonra gəlir boru şəkilli çiçəklərdən bütün çiçəkləri boru şəkilli olan eşək qanqalıdır ki, bunun bütün çiçəklərindən meyvə əmələ gələ bilər. Çünki bütün çiçəklərinin həm erkəkciyi var, həm dişiciyi var. Bax, məsələn, bu boru şəkilli çiçəkdir. Bu boru şəkilli çiçəyin görürsən, bu
boru çiçəyin ləçəkləridir və ləçəklərə birləşməyib. Bunların erkəkcik tozluqları birləşib dişiciyin əhatə eləyir. Dişiciyi əhatə eləyir və dişiciyi iki ağızlıdır. Misal üçün verə bilər ki, Günəbaxanda 1000 dənə çiçək var. Bunun 200-ü dilcik şəkillidir. Yerdə qalır 800 boru şəkilli çiçək. Deməli, bu boru şəkilli 800 çiçəyin vururuq 2-yə, tapırıq 1600 dənə bunun dişicik ağızcığı var. Çünki bir dişiciyin iki ağızcığı var. İki ağızcıqlıdır mürəkkəb çiçəklərdə. Sonra bax, burada da qeyd eləməlidir ki, onların tozluqları bitişərək, bax bu hissədə dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri iki ağızcıqlıdır. Mürəkkəb çiçəklərin səbəti müxtəlif tipli çiçəklərdən təşkil oluna bilər. Biz dedik ki, Günəbaxanın dilcik şəkilli çiçəklərində mayalanma getmədi. Meyvə, toxum əmələ gəlmədi. Amma Günəbaxandan fərqli olaraq zəncir otunun çiçəklərində bütün hamısı dilcik şəkillidir və bütün çiçəklərində mayalanma gedir və toxum əmələ gəlir. Çünki bunda nə digər çiçəklər kimi yalançı çiçəklər yoxdur. Bütün çiçəkləri, bax bu dilcik şəkilli çiçəkdir. Bunun K0-dır düsturu, L5-dir bitişik, Y5-dir bitişik və D1-dir bu düsturu. Dilcik şəkilli çiçəklərdən də ki, dişiciyin də iki ağızcıqlıdır. Bax, iki ağızcıqlı. Bir belədir, bir belə. Zəncir otunun səbətində dilcik şəkilli olur. Deməli, bütün çiçəkləri zəncir otunun dilcik şəkillidir. Eşək qanqalınki boru şəkillidir. Göy çiçəyinki kənarları qıf şəkillidir, mərkəzi boru şəkilli. Günəbaxanın mərkəzi boru, kənarları dilcik şəkillidir. Mürəkkəb çiçəkləri haqqında bu. Bir də bunu deyim ki, mürəkkəb çiçəklərin mədəni bir də yabani nümayəndələri var. Mədəni nümayəndələrinə aiddir Georgin, Astra, Topinambur, Günəbaxan. Georgin bir də yadda saxlayaq ki, bu qısa günlü bitkidir. Bir də biz bu Georginin adını harda keçmişdik Georgini? Keçmişdik meyvə kök yumrularında. Kökün şəkil dəyişmələrində kök yumrularında deyirdik Georgin və yaxud soğan gülü. Sonra yabani nümayəndələri zəncirotudur, göyçiçəkdir, çoban yastığıdır, dəvə dabanı, bax, dəvə dabanı, dəvə tikanı aid oldu. Paxlalılara dəvə dabanı aid oldu, mürəkkəb çiçəklərə. Günəbaxan yağından qida kimi istifadə olunur. Bunlarda aptek bira otu, 3 barmaq, buna pişik dili də deyirik. Andız kimi nümayəndələri dərman bitkiləri hesab olunur. Georgin burada da qeyd olunub. Astra, payız gülü isə bəzək bitkisi kimi becərilir. Həm də bunlar qısa günlü bitkilərdir. Qısa günlü. Nə deməkdir bu? Yəni bunlar normal bitkilər, biz bildiyimiz uzun günlü bitkilərdir. Yazda, yayda çiçək açırlar. Amma bu bitkilər payızda çiçəkləyirlər. Georgin və payız gülü, bir də zəfəran da aiddir bu qısa günlü bitkilərə. Amma zəfəran mürəkkəb çiçəklərə aid deyil. Deməli, bunları keçdik. Mürəkkəb çiçəkliklərdən bu qədər. Bir də dediyim kimi, bura aiddir kəpənək çiçəyin özü. Çünki kəpənək çiçəklər fəsiləsi deyəndə paxlalılar nəzərdə tuturuq. Kəpənək çiçək amma mürəkkəb çiçəklərə aiddir. İndi isə keçirik taxıllar və zambaq kimilər fəsiləsi. Taxıllar və zambaq kimilər birləpəlilər sinifinə aiddir. Və birləpəlilər sinifinin nümayəndəsi olaraq bunlarda nə kəsə yarpağı, nə ləçək yarpağı var. Yəni bunlarda sadə çiçək yanlığıdır. Biz keçdiyimiz bu vaxta qədər keçdiyimiz, yəni mürəkkəb çiçəklərdə, xaç çiçəklilər, gül çiçəklilər, paxlalılar, badımcan çiçəklər, bunların hər birində 2 qat çiçək yanlıqlı idi. Yəni ləçəkləri də var idi, bəzilərinin kəsə yarpağı da var idi.
Amma birləpəlilər sinifinin nümayəndələrində ləçək və kasa yarpağı anlayışı olmadığına görə biz bunları sadə çiçək yanlıqlı çiçəklər adlandırırıq. Sonra deməli bunların xarakterik xüsusiyyəti o idi ki, ləpələrində bir ləpə var. Və biz keçmişdik ki, toxumda ehtiyat qida maddəsi birləpəlilərdə harda toplanırdı? Endospermdə. Yəni bunların endospermi olduğuna görə ehtiyat qida maddəsi endospermdə toplanacaq. İkiləpəlilərdə isə həm ruşeim də toplanırdı, həm də ləpə yarpaqlarında. İstisna bir orada yabanı turpla quşəbpəyi bitkisi idi ki, bunların hər ikisi xaç çiçəklərə aiddir, yadımızda saxlayaq. Onda tumurcuqdan savayı hər yerində toplanırdı ruşeimin. Deməli, belə bir yadda saxlayırıq ki, bitkinin tumurcuğunda ehtiyat qida maddələri toplana bilməz. Həm ləpə yarpağında toplana bilər, endospermdə toplana bilər, ruşeimdə toplana bilər. Amma tumurcuqda toplana bilməz. Çünki belə bir cümlə var kitabda ki, tumurcuqdan savayı hər bir yerində toplanılır. Amma qaymaq çiçəyi və üçrəng bənövşədə isə həm də ləpə ruşeimdən başqa endospermi də var idi bu bitkilərin. Endospermində də toplanırdı. Deməli, belə bir sual düşsə ki, ikiləpəlilərdə yalnız və yalnız ləpə yarpaqlarında toplanılır, bu yanlış olar. Çünki 2 dənə istisnamız var, qaymaq çiçəyi və üçrəng bənövşədə endospermdə də var idi. Ümumiyyətlə belə yadda saxlayırıq ki, ikiləpəlilərin özündə də endosperm var. Çünki biz 2 qat mayalamanı keçəndə dedik ki, mərkəzi hüceyrənin mayalanmasından endosperm əmələ gəlir. Amma müəyyən müddət keçəndən sonra onlarda endosperm inkişafdan qalır. Həmin ehtiyat qida maddələrini ləpə yarpaqlarına verir və yaxud ruşeimin özünə verir. Ona görə biz demirik ki, ikiləpəlilərdə endospermdə ehtiyat qida maddəsi toplana bilər. Toplanır daha doğrusu 2 bitkidə. Amma bütün hamısına aid eləmirik. Amma yadımızda saxlayırıq ki, onlarda da endosperm var. Necə ki biz keçdik saçaqlı kök sistemində əsas kök var. Sadəcə inkişafdan qalır. Bu da həmçinin elə bir şeydir. İndi birləpəlilərin xarakterik xüsusiyyətlərindən biri o oldu ki, bunların kök sistemi saçaqlıdır. Bu da torpaq qoruyucu funksiya yerinə yetirir. Saçaqlı kök sistemi torpağın aşınmasını qoruyur. Çiçək düsturuna gəldikcə, çiçək düsturu 2 çiçək düsturunun deməli bunlarda 2 və yaxud 3 üzvlü olur çiçəkləri. Biz ikiləpəliləri keçəndə dedik ki, başlanğıcında kitabın belə bir cümlə var idi. Çiçəkləri adətən 4-5 üzvlü olur. Amma birləpəlilərin çiçəkləri 2 və yaxud 3 üzvlü olur. Bunların yarpaqları paralel və yaxud qövsvari damarlanır. Yəni torvari damarlanmır. Sadəcə istisnamız bir dənə, yenə burada istisnamız var. Qarğa gözü. Qarğa gözünü yazaq. Qarğa gözü. Bu birləpəli bitkidir. Amma damarlanması torvaridir. Bu da bizim istisnamız. Sonra bunların deyir fəsiləsinin 8000-ə qədər növü var. Əksəriyyəti ot bitkisidir, gövdələri buğumludur. Bir də bunu yadda saxlayırıq ki, bu bitkilərdə böyümə interkaliar böyümədir. Yəni normalda ağac bitkilərində biz deyirik ki, kambi oduncaqla qabıq arasında yerləşir, gövdənin eninə böyüməsinə təmin eləyir. Və ikiləpəlilərin nümayəndələrində də ağac bitkiləri çoxdur. Amma bunların nümayəndələri ot şəkillidir və bunların gövdəsində hər bir yarpağın buğuma birləşdiyi yer qındır. Hər qının arasında kambika hüceyrələri var ki, törədici toxuma hüceyrələri. Bu da bunu interkaliar böyüməsini, yəni hər buğumunda böyüyür. Ona görə biz məsəl üçün səmənini cücərdəndə suya qoyuruq. Bir gün keçir, toxum şişir. 2-ci gün görürük ki, çox sürətli bir şəkildə böyüməyə başlayır. Yəni bu da onu göstərir ki, bunlarda hər buğum arasında böyümə var. Və bunların gövdələri boşdur. İçi boş olduğuna görə də küləş adlanır. Lakin yadımızda saxlayırıq ki, qarğıdalı və burada da hardasa olmalıdır o cümlə.
qarğıdalı və şəkər qamışında, tapdım. Qarğıdalı və şəkər qamışında buğumarası toxuma ilə doludur. Yəni doludur bunların bu iki bitkinin gövdəsi. Digərlərinin isə içi boş olduğuna görə küləş adlanır. Deməli qarğıdalı ilə şəkər qamışında küləş adlanmayacaq. Çünki içərisi doludur. Paralel damarlanmışdır və gövdə buğumunu əhatə edən qın əmələ gəlib. Bunu da qeyd etdim. Çiçəyinin quruluşuna gələndə taxıllarda çiçək qrupu mürəkkəb sümbül, mürəkkəb qıça və süpürgədir. Mürəkkəb sümbül biz çiçək qruplarını keçəndə demişdik ki, arpada, buğdada, çovdarda bunlardaydı. Mürəkkəb qıça çiçək qrupu qarğıdalının dişi çiçəklərindədir. Süpürgə çiçək qrupu isə qarğıdalının erkək çiçəklərində, darı, vələmir. Bax, bu bitkilərdə süpürgədə. Sümbül sümbülcüklərdən təşkil olunub. Müxtəlif taxıllarda hər sümbülcükdə çiçəklərin sayı müxtəlif olur. Əksər taxıllarda çiçəklər 2 çiçək pulcuğu, 2 bitişik çiçək pərdəsi. Ona görə də bunun düsturunu belə yazdırıq. Ç2, sonra üstə gəl 2 bitişik çiçək pulcuğu, sonra Y3, D1. Burada da Y3 o deməkdir ki, 3 erkəkçiyi var. Amma bu düstur bütün hamısına aid deyil. Çünki istisna nümayəndəsi olan qarğıdalıda ayrı cinslidir çiçəklər. Yəni bir cinslidir. Ya erkək çiçəkləri ayrı çiçək qrupunda toplanıb, dişi çiçəkləri ayrı. Qarğıdalının erkək çiçəklərini biz yazsaq, Ç2, üstə gəl 2, Y3, D0 kimi qeyd edirik. Bu bunun erkək çiçək qrupudur. Dişi çiçək qrupu isə Ç2, üstə gəl 2, Y0, D1 kimi qeyd edirik. Bu da dişi çiçək qruplarıdır. Qarğıdalı bir evli, bir cinsli bitkidir. Biz keçəndə də çiçək cinsləri demişdik. Amma tozlanması küləklədir. Meyvəsi bunların hamısının dən meyvədir. Meyvə yanlığı birləşib. Dən meyvələrdə quru meyvələrdir bilirik. Yabani nümayəndələri çayırdır, ayrıqotudur, pişik quyruğudur, qarğıdır, çəmən qırtıcıdır, qamışdır. Bunlar yabani nümayəndələridir. Mədəni nümayəndələri buğdadır, arpadır, qarğıdalıdır, çəltikdir, vələmirdir. Yəni qida əhəmiyyətli bitkiləri belə yadda saxlayaq ki, hansından ki biz qida məqsədi ilə istifadə edirik. Onlar mədəni nümayəndələridir. Ən çox təsərrüfat əhəmiyyətli istifadə edirik buğdadan, çovdardan, qarğıdalı, arpa, vələmir, çəltik bunlardan istifadə edirik. Sonra bunların xarakteri xüsusiyyətlərindən biri də çiçəklərinin dişicik ağızcığı 2 ağızcıqlıdır. Biz bir də 2 ağızcıqlı çiçəkləri görmüşdük mürəkkəb çiçəklilər fəsiləsində. Deməli, həm mürəkkəb çiçəklərdə, həm taxıllarda dişicik ağızcığı 2 ağızcıqdan ibarətdir. Sonra yabani nümayəndələrindən biri də burada verilib. Ceyran otu və şiyav. Ceyran otu da deyirik buna, şiyav da deyirik. Hind darısıdır, bambuqdur, çayırdır. Bax, bunlar aiddir yabani nümayəndələrinə. Bir də taxılları yadda saxlayaq ki, buğdanın sümbülcüyündə bir çiçəyində buğdada 2-7 çiçək olur. Minimum soruşsa 2 sümbülcüyündə çiçək olar, maksimum soruşsa 7. Çovdarda 3 dənə çiçək olur, onun ikisi inkişaf eləyir, biri inkişaf etmir. Vələmirdə 2-3-dür, vələmir 2-3, vələmirdir. Arpada 1-dir, pişik quyruğunda 1-dir və darıda 1-dir. Bir də yadımızda saxlayaq ki, bu taxıllar fəsiləsinin nümayəndələrindən biz keçmişdik toxumun cücərməsini. Yada salaq ki, pişik quyruğu ilə bir də çəltik bitkisi idi ki, bu 2 bitki suyun altında da cücərə bilirdi. Bunu əzbər yadımızda saxlayaq.
Zambaqlar fəsiləsi növ sayları bunların 4000-ə çatır. Əksəriyyəti çoxillik bitkilərdir, soğanaqlı bitkilərdir və bəzi növlərində aloe və inci çiçəyində kökümsov olur. Deməli, aloe və inci çiçəyində kökümsov olduğuna görə deyirik ki, bunlarda gövdənin şəkil dəyişməsi var. Soğanaq və kökümsovlarda ehtiyat qida maddələri toplayır və yeni zoğlar həmin ehtiyat qida maddələrindən istifadə edir. Çiçəyinin quruluşuna gəldikdə, çiçəkləri tək çiçəkli, bəzilərində qrup şəklində toplanır. Məsələn, tək çiçəkli dağ layihəsində çiçəklər təkdir, amma inci çiçəyində, may inci çiçəyində çiçəklər sadə salxım, soğan və sarımsaqda isə sadə çətir çiçək qrupunda toplanıb. Deməli, altından xətt çəkək. May inci çiçəyində çiçəklər sadə salxım, soğan, sarımsaqda isə sadə çətir çiçək qrupunda toplanıb. Çiçək yanlığında əlavə 6 olmaqla çiçək yarpaqcıqlardan təşkil olunub. Bunlar da 2 cərgədə düzülür. 3-ü daxildən, 3-ü isə xaricdən. Çiçəyin mərkəzində 3 ağızcıqlı iri dişicik olur. Biz keçdik mürəkkəb çiçəklilər və taxıllar fəsiləsində 2 ağızcıqlı bir dişiciyi var idi. Amma zambaq kimlər fəsiləsində bunlarda 3 ağızcıqlı bir dişicikdir. Erkəkcikləri də 6-dır. Çiçək yarpaqcıqları 6-dır. Dişiciyi isə 3 ağızcıqlı bir dişiciyi var. Əksər nümayəndələri, meyvələri qutucuqdur. Deməli, buradan altından xətt çəkək, qutucuq daha çoxdur bunlarda. Əksəriyyətində qutucuqdur. Amma bəzi növlərində, məsələn, may inci çiçəyində gilə meyvə də olur. Bir çox zambaqlar mədəni bitkilər kimi yetişdirilir. Bunlara soğan, sarımsaq aiddir. Bəziləri, məsələn, dağ laləsi, dekorativ bitki kimi becərilir. Zambaq kimilər arasında qarğa gözü, may inci çiçəyi kimi zəhərli nümayəndələrə də rast gəlinir. Bunlardan dərman kimi istifadə edilir. Deməli, may inci çiçəyi və qarğa gözü həm də zəhərlidir. Bunların bəzilərindən bəzək qida və dərman bitkiləri də istifadə olunur. Məsələn, fəsiləyə aid olan inci çiçəyi kökümsovludur, çoxillik bitkidir. Kökümsov gövdəsində ehtiyat qida maddələri toplanır və ağ rəngli çiçəkləri olur. Sadə salxım çiçək qrupunda toplanır. Qırmızı gilə meyvələri olur. Burada şəkildə də qeyd edib inci çiçəyinin meyvələrini və zəhərlidir. Ondan da dərman istehsal olunur bəzi hissələrindən. Meyvəsi də gilə meyvədir. Zambaq çiçəklər fəsiləsindən də bu qədər.